Ey mənim həmvətənlərim, əziz bacı və qardaşlar, Azərbaycan dövlətini vətən bilən vətəndaşlar, vallah mənim torpağıma, dövlətimə yanır qəlbim. Bəzən elə hallar olur, az qalır dayanır qəlbim. Bu dövlətin sabitliyin pozmağa çalışanlar var. Parçalanma yaratmaq üçün qərəzli danışanlar var. Hamının diqqət mərkəzindədir sosial şəbəkələr. Məhz elə orada baş verir qalmaqallar, mərəkələr. Bir də gördüm bir nəfərin ağzından çıxmış bir sözə, yerli rayonlu az saylı xalqlar durublar üz-üzə. Bir də görürsən ki, yerli rayon söhbətləri qalxdı. Kommentlərdə bir-birinə xalqın nifrətləri qalxdı. Biri deyir rayonlular Bakını pis günə saldı. Nahaq yerə öz yerlərin qoyub gəlib burada qaldı. Kəndlilər də söyləyir ki, kənd olmasa şəhər olmaz. Dükanlarda ərzaq olmaz, bazarda bar bəhər olmaz. Şəhərlilər bu nə sözdür deyir bizim cəmaətə. Bəs siz niyə kənd yerinə gəlirsiniz istirahətə? Yaxın keçmiş bu ölkədə çox dəyişdi sifətləri. Hansı həddə çatıb kişi-qadın münasibətləri? Qadın bizim baş tacımız, bildiyin anadır qadın. Gəlin onu ucuz tutub, feminist qoymayaq adın. Unutmayın, kişi evin namusudur, qeyrətidir. Qadın onun xanımıdır, abır həya ismətidir. Reabilitasiya mərkəzləri peyda olub son zamanlar. Çəkilişlər eyləyirlər, təbliğ olur narkomanlar. Pis vərdişi olan kəsin yaxşı haldır sağalmağı. Düzgün deyil reklam olub, efirlərdə yer almağı. Efir demiş, efirlərdən nələr danışmaq olmaz ki? Qalmaqalsız, göstərisiz, küsüb barışmaq olmaz ki? Millət bezib filankəsin filankəsi söyməyindən, sənəti olmayanların özlərini öyməyindən, efirdədir evlənənlər, boşananlar, atılmışlar, el içinə nə cür çıxır verilişlərə qatılmışlar. Gərək imkan verməyək ki, dəyərlərimiz itib batsın, qoy gələcək nəsillərə irsimizdən nəysə çatsın. Azsaylı xalqlar söhbətin ortalığa atanlar var. Nifaq salıb içimizdə ortalığı qatanlar var. Kürt də bizik, tat da bizik, ləzgi bizik, talış bizik. İnqiloyla, Yəhudi ilə, Udinlə dost tanış bizik. Şeytan xislətli insanlar aramızı poza bilməz. Haqq yolunda addımlayan yoldan çıxıb aza bilməz. Həssas mövzulardan biri hər kəsin inanc yeridir. Bu mövzuda baş verənlər bizlərin utanc yeridir. Ən birinci başladılar sünni şiyə söhbətinə. O fitnəkarları görüm gəlsin Tanrı lənətinə. Bu ölkədə heç bir zaman sünni şiyə bölünməyib. Bu sünnüdür, bu şiyədir, fərq olmayıb, bilinməyib. Şiyədə hər nə gördülər, bu bidətdir, şirkdir, olmaz. Radikallıq İslamda bir irim vermiş çirkdir, olmaz. Şiyə də öz cavabında filan vaxtı filan olub. Filankəsin əməlləri saxta olub, yalan olub. Başlandı, gözdən salındı, dəyər verdikləri hər şey. Saxta çıxdı kitablarda xəbər verdikləri hər şey. Qurandan başqa hər bir şey yalanlandı, inkar oldu. Bundan istifadə edən Allahsızlar aşkar oldu. Peyğəmbərdən danışdılar, Qur'ana dil uzatdılar. Əvvəl tək-tük göründülər, sonra kütlə yaratdılar. Düzdür, hamı dindar olmaq məcburiyyətində deyil. İnsan faili muxtardır, iman xislətində deyil. Amma imkan vermək olmaz, Peyğəmbərə əl uzatsın. Əmanəti əhl-i beytinə, Qur'ana dil uzatsın. Ey bu torpağın çörəyin yeyib havasını udanlar, keçmişdəki mehribanlıq, səmimiyyəti unudanlar, fitnələrə aldanmayaq, qırmayaq bir-birimizi. Kommentlərdə söyməyəyin ölümüzü, dirimizi, bir-birindən qız almışıq, qız vermişik biz hamımız. Bir olub yas yerlərimiz,
bir olub toy bayramımız. Hansısa cahilin sözü qıcıq yaratmasın bizdə. Şeytan istifadə edib xaos yaşatmasın bizdə. Gül balalar xoşbəxt olsun, üzləri gülsün hər zaman. Kin küdurətlə baxmasın, gözləri gülsün hər zaman. Bu ölkədə vətəndaşlar biri o birinə can desin. Sən dünya durduqca var ol, yaşa Azərbaycan desin. Sən dünya durduqca var ol, yaşa Azərbaycan desin.